Salam əziz, gözəl, çox dəyərli izləyicilər. Əzizlərim, izləyənlər, dəstəkləyənlər, Allahımın, Rəbbimin köməyi sizə yardım olsun, dəstəyi olsun. Muradınız yerinə yetsin, arzularınız yerinə yetsin. İnanın ki, deyir ki, bunu insan deməz. Dualarım sizinlədir, dualar edirəm sizlər üçün də. Düzdür, bunu Allah qurban olduğum görsün. Dilə gətirmək əlbəttə ki, düzgün deyil. Amma yenə də sizə öz ürəyimin sözləri, kəlmələri ilə sizə bütün arzularınız yerinə yetmək üçün izləyicilərimin, dəstəkçilərimin hamısına inanın ki, dualar, öz evimlə qarşıq dualar oxuyuram. Bunu sizə qəlblə bildirmək istəyirəm. Əlbəttə ki, bunu yaradan özü görür ürəkləri əzizlərim. Allah sizi pis niyyətli insanlardan, qısqanclı olan insanlardan, sizə qarşı kin bəsləyən insanlardan qorusun əzizim. O gözəl qəlbinizə, hər şey könlünüzə görə olsun əzizlərim. Muradınız yerinə yetsin. Dualarım sizinlə olsun həmişə əzizim. İnanın ki, bax bir-birimizə dəstək olaraq, bir-birimizə kömək olaraq insan nə qədər irəliyə doğru gedər, qəlbi açılar, bir-birimizə dəstək ola bilərik. İnanın bir mömin bir möminə yardım edərsə, inanın dualar edərsə hətta ki, inanın ki, mələklər amin deyər buna. Yəni mən öz təcrübələrimdən, öz qəlbin inanaraq sizə bildirirəm. Bir-birimizə dəstək olaq, yardım olaq əzizlərim. Bu birinci fincan, ikinci fincan dilek proqnozumuzda deyəcəksiniz fincanları ayrı-ayrı düzdür. Yenə də qoymuşam işarə üçün ki, biləsiniz birinci fincan, ikinci fincan. Belə ayırmaq da lap asandır. Ona görə fincanlarımı dəyişik qoymuşam. Birinci fincanın niyyətini tutanlar üçün əzizlərim. Arzularınız yerinə yetsin. Bütün nə arzuluyursunuz, nə diləyirsiniz, bütün arzu diləkləriniz yerinə yetsin əzizlərim. Bax görürsünüz ki, fincan, bax birinci fincanın niyyətini tutanlar üçün o dəqiqə bax burada çıxdı ki, üzərinizdə həm nəzər var, həm nəfis var, həm də beyninizdə biraz qarma-qarışıq var. Bir xəbər gözləyirsiniz. O xəbər gəlib çıxmadığına biraz narahatçılığınız var əzizim. Bax, iki yolunuz var əzizim. Böyük bir dəyişim yaşayacaqsınız həyatınızda. Düzdür, evlilik həyatında bəzilərinizin çətinliyi var hələ. Həyat yoldaşın, elə bir ailəlisənsə, həyat yoldaşın bir qərara girmək istəyir, bir qərar çıxarmaq istəyir və ya bir qərarla yola çıxmaq istəyir və ya teksinizsə, deyirsən evli deyiləmsə, öz şəxsi həyatında bir dəyişikliklər ola biləcək. Hətta bəlkə də aranızda məsafə var, inciklik var sevdiyin insanla, sənin əlini buraxmadan, yəni bir-birinizin əlini sıx tutub bir yerə getmək istəyirsiniz. Hər şeyləri buraxaraq geridə qoymaq istəyirsiniz. Başarığınız, gözəl başarıqlarınız var, amma sizə qarşı qısqanclıqlar var. Bəzi planlarını gerçəkləşdirəcəksən, bir anlaşma, bir nigah da ola bilər. Biraz içinizdə dağınıqlıq var. Bu da düzələcək. Haqq etdiklərin inanın səninlə ola biləcək. Bir yarışa mı, bir sınağa mı, ya özünüzsüz, ya övladın, ya nəvən də girə bilər. Gələcəklə əlaqəli bir başlanğıclar edəcəksiniz. Bax, evin içində çalışan, işləyən biriləri. Burada bəlkə də aranızda bir küskünlük var və ya işlə əlaqəli biriləri sizi birilərilə görüşdürəcək. Gözləmədiyiniz bir yerə dəvət oluna bilərsiniz. Hüquqi məsələlər, gözəl xəbərlər alacaqsınız. Qardaşdır, bacına, mal, mülk məsələlərlə əlaqəli bir-birinizi yavaş-yavaş dinləyəcəksiniz. Çünki ortaq yolu tapmaq istəyəcəksiniz. Bir hazırlıq işləri gedir. Bir tərəfdən maddiyyat gələ biləcək, bir şey satmaq istəyirsiniz ya bölüşmək. Birilərlə həyatında tam qərara gələcəksən, bir qərar verəcəksən. Ya bir bitiş, ya bir davam etmək düşüncələri var. Bax, hər şey ətrafında, hər kəs səni dəstəkləyəcək. Çox şeyləri öyrənəcəksən. Çalış, bax bu 1-2 ayın içində mübahisələrə girmə. Q hərfindən bir mübahisə ola bilər. Çünki burada rəqiblərin də var. Bir anlaşmamazlıqlar da ola bilər, amma anlaşacaqsan onlarla. Ailə canlı insansan, tox niyyətin var, biraz sıxıntıların var. Ailədən biriləri sənə qısqanırmı, bir qısqanclığını hiss edəcəksənmi və ya bəlkə də yaxınlarınızdan biridir. Biriləri ailə içindən biriləri bir yanlış etmiş, bir zina etmiş, bədəlini mi ödəyir? Ağlında biriləri var.
Bilirsən, həssas bir dönəmdəsən. Bəzi sallantıda olan işlərin də var əzizim. Bəzən çarəsiz qala bilirsən. Seçənək arasındasan. Sizə təklif ediləcək, tam qərara gələcəksən. Bəzən elə bir deyirsən ki, məni heç kəs anlamır və ya siz anlaya bilmirsiniz. Amma doğrudan da insanın gözəlliyi onun içindədir. Bax, artıq hər kəsi tanımağa başlamısan. Biraz sinirlərini pozan biriləri ola bilər yaxınında. İlanlar var elə bir ətrafında, dolaşırlar. Ağzından söz almaq istəyirlər, alevin içinə girmək istəyirlər. Hətta bir məsələ ilə əlaqəli sənin həvəsini bəzən qırırlar. Amma inadla bir yola gedəcəksən, irəliləmək istəyəcəksən, gözəl günlər keçirəcəksən. Gözlədiyin bir möcüzə var ki, onu gözləyirsən. Arxa-arxaya zəng gələcək, bu zənglərin birinə sevinəcəksən. Ürəyin, qəlbin o qədər daralmışdı ki, daralmış vəziyyətdəsən. Bax, ürəyində biriləri də var, aranda bəlkə də məsafələr var, o çox qürurludur. Səbirsiz biridir, sizi ortada buraxıb getmiş, yarı yolda buraxmış, verdiyi sözü yerinə yetirməmiş. Bu insanın çevrəsi genişdir. Amma baxma getməyinə, o uzaqdan izləyir sizi. Sənin sevgin başqasından varmı, yoxmu, nə işlə məşğulsan? Amma sən özünə artıq başqa yol, başqa yön çözmüsən. Düzdür, çevrəsindəki olan insanlardan sənin haqqında danışmağa belə izin vermir. İçində tutur. Amma içində tutduqları da var, artıq dözə bilmir. Sizə tərəf bax, addım atacaq əzizim. Tanıdığın biriləri də sənə tərəf yönəlir. Diqqətli ol əzizim. Gözləri iri bir qadın var, bax çıxdı burada. Qapalı qadındır. Sizə bax, kəm gözü var sizə qarşı. Sən onu çözmüsən necə insandır. Biraz nifrəti var, amma o nifrəti göstərmir, içindədir. Övladını çox düşünürsən. Burada övladını düşünürsən ki, övladım ailə qurmuş, əvvəl belə deyildilər, birdən-birə niyə bir-birinə çaxnaşma düşdü, niyə övladları bir-birinə girdilər, yola getməməzliklər oldu, nə oldu, düşmən mi var? Bəlkə də nəvələrindir, baxırsınız, qarışmış bir-birinə, narahatsan. Əsas burada sağlığına diqqət et. Həm də bu ocağa negativ yollanmış, musallat yollanmış. Evə girirlər, tamam başqa cür olurlar, evdən çıxanda bir-birləri üçün yəni çox istəyirlər. Halsız olurlar, adi bir söz böyüyür bu evin içində. Ona görə bax, qısa bölümdə mən bundan sonra əzizim, düzdür, dilek proqnozunda rituallar deyirdim. Bəzilərinizə baxıram, bəziləriniz başa düşmürsünüz. Düzdür, nə qədər sual versəniz, hazıram suallarınıza cavab verməyə canım əzizlərim. Yəni vaxt nərzində ola bilər, biraz gec yaza bilərəm, biraz tez yaza bilərəm əzizlərim. Buna narahat olmayın. İstəyirəm xırda kiçik bir videolar sizə təqdim edəm inşallah bundan sonra. Kiçik ritualları oradan götürərsiniz əzizlərim. Səni çəkə bilməyənlər, zərər verənlərdən artıq qutarırsan. Çox bacarıqlısan. Qan bağından alan ya qan bağında olan birilərin səhvləri olmuş. Amma sən bunu bilərək heç kimə söyləməmsən. Amma o insan, sən hərdən oturub fikirləşsən ki, mən ona bəslədiyim hörmət, səmimiyyət onda yoxdur mənə qarşı. İşini, planını, özün artıq öz işini, planını özün quracaqsan. Heç kimə bildirməyəcəksən. Əlinə yavaş-yavaş pullar gələcək. Bir ay boyunca gözəl sürprizlər gələ bilər. Gözəl yerlərə gedə bilərsiniz. Anidən sizdə vəsvəsələr olur içinizdə. Sənin elə bir əlində olanı qoparmaq istədilər. Səni sıfıra çatdırmaq istədilər. Amma zəfər yenə səninlə olacaq əzizim. Ailəyə cəsarət verən birisən, çox fədakarsan. Heç kimə pislik etməzsən. İnan yine, birinci fincanın niyyətini tutanlar, siz meditasiyaya başlayın. Bir ay boyunca meditasiyalar edin. İndi bəziləriniz deyirsiniz, nədir meditasiya? Gerek indi ola bilər başa düşməyənlər də var. Şərh bölməsinə yazarlar. Bəlkə ondan sonra mən meditasiyanı necə etmək, nələr arzulamaq, hansı sözlər demək. Mən balaca kiçik bir 5 dəqiqəlik video çəkə bilərəm sizlər üçün. Meditasiya edin. Ağlına gəlməyən bir qadın tərəfindən
ağlına gəlməyən, bax bir qadın tərəfindən yəni bir dəstək ola bilər sizə. Bax burada qadın figuru çıxdı ki 15-20 ildir bəlkə də əziyyət çəkmiş. Alım satımla bir sıxıntısı var. Amma bunlar çözüləcək inşallah yavaş-yavaş. Bəzi sirlər ortaya çıxacaq. Duyğusal bir şey dərindən içində yaşayırsan elə bir. Sevdiyin biriləri səni gözləyir. Görünməz bir bağın var. Bax, gedən, məsafə aranızda olan geri qayıda bilər. 15 gün içində biraz canın sıxıla bilər elə bir. Çalış çox şeyi biraz sərbəst bırax. Sağlıq problemləri yaşaya bilərsin, əzizim. Biraz özünüzə fikir verin. Biraz bu axır vaxtlar sağlığına çox fikir vermirsən. Bu aralar köçməyi düşünürsən. Dəstək olunacaq sizə. Bəzi dəstək olduğun insanlar indi sənə köstək olurlar. İndi sənə qarşı çıxırlar. Onların ikiyüzlü üzünü gördünüz. Ailə dostu, gediş-gəlişiniz var ortada. Biraz onun peşmançılığı var. Əzizim, bax, çox fikirləyirsən, çox darıxırsan, sıxıntın var. Bəlkə də vaxtıkən üzərinə şər atıldı, xəyal qırıqlıqları oldu. Araşdırmalar edirsən. Sənə vaxtında şər atan, sənə qarşı haqsız olan insanı ifşa edəcəksən. Hər şeyə vaxt lazımdır, zaman lazımdır. Artıq sən hər şeyi, o diri suyu üfürə-üfürə içirsən artıq. Çünki hər insanı artıq çox gözəl tanıdın. Çünki sənin önündə hələ bəzi qurtlar var. Dost tərəfindən yox, düşmənlər sayəsində sən gücləndin əzizim, çox gücləndin. Bəzən çarəsiz qalırsan, çarəsiz kimsən. Bəzən özünü aldadılmış kimi hiss edirsən. İş yerində də işləyənlər, səni çəkə bilməyənlər, sənə söz soxanlar olmuş, yoruldun onlardan. Hərdən getmək istəyirsən, bu işdən uzaqlaşmaq istəyirsən. Üst-üstə gələn məsələlərin oldu həyatında, çarəsiz qaldığın oldu. Birilərin sənə söylədiyi bir sözü sən belə çaşbaş kimi qalacaqsan o sözə görə. Amma o sözdən sonra ayılırsan, qalxırsan. Artıq özü gücləndirirsən. Bəzinizin sığorta ilə, vergi ilə ödəmələriniz ola bilər. Təyyarə ilə sizə qonaq gələn ola bilər, ziyarət etmək üçün gələcək. Artıq oyanırsan, gözün açırsan, gözün açılır. İçində olan peşmançılıqları kənara qoyursan. Bəzi işlərini şansa buraxmırsan artıq. Artıq sevgi ilə həyata baxırsan. Sənə də sevgi ilə baxan insanlar var. Öz işini qurmağın sevincini yaşayacaqsan. Biriləri gedib getməmək arasındadır. Bilgilər toplayacaqsan. Fərqli bir şeylər üçün. Bax, səbrini toplayacaqsan, səbirli olacaqsan. Düzdür, çarəsizlik olub səndə, çox düşüncələr var. Adından N hərfi sizi çox düşünür. Hər an sizi axtara bilər və ya siz onu axtara bilərsiniz. Özün üçün bir xeyri şeylər edəcəksən. Sənə heyranlıqla baxanlar olacaq. Əli çamadan dolu sizə tərəf gələn olacaq. M hərfindən sənə dəstək görünəcək. Sizdən saxlananlar söylənəcək. Açara doğru baxırsan, əlinə o açarı götürürsən, açarı götürərək sevinəcəksən. Biriləri kredit götürmək istəyirsiniz, amma götürməyə qorxursunuz. Mən bu aylar deyərdim kreditə girməyin. Evin içində çözülməyən məsələlər, kiçik qırğınlıqlar, üstü örtülmüş yanlış anlaşmamazlıqlar da ola bilər. Bax, bu 2 ayın içində biraz diqqətli olun, səbirli olun. Ofis kimi iş yerini dəyişə bilərsən, evin içində çalışaraq sistem quracaqsan, bir sistem özün üçün. İşlə əlaqəli söhbətlər, rahatlanmalar ola biləcək. Səndə güvən, səmimiyyət enerjilər ola biləcək. Yeni bir baxış acıları, çox şeylər öyrənəcəksən, güclənəcəksən. Sizi kainat həm bilgiyə, həm də insanlarla sevginizi doğru qiymətləndirməyə dəvət edir əzizim. Bax, gör nə gözəl çıxdı bəziləriniz üçün. Sənin kəlmələrin çox qiymətlidir. Yeni layihələr, yeni təkliflər, işlə əlaqəli bir yerə başvura bilərsən, təmiz niyyətin var. Pis niyyətli insanlardan özünüzü qoruyun, çalışın. Çünki həyatda o qədər çəkdiniz ki, bax, bu birinci fincanın niyyətini tutanlar çox çəkdiniz. Ərdən, uşaqdan, valideyndən, çevrəndən, ətrafından, dostdan. Çoxundan çəkdiniz, əzizim. Tez, tələsik başlayan işlər tez də bitə bilər, əzizim. Biraz yavaş, səbirlə. Maddiyyatla zərər verənlərə diqqət etkinən, maddiyyatla böyük zərərə uğraya bilərsən. Bax, yatırımlarına diqqət et. Bax, burada xəbərdarlıq çıxdı əzizim. Diqqət et. Diqqətinizə görə var olun, sağ olun. Dəstəyinizə görə çox sağ olun əzizlərim.
Həqiqətən də bax bu videoları çəkəndən sonra da sizlər üçün dualarım hədiyyə edirəm, dualar oxuyuram. Çünki zəhmət çəkirsiniz. Siz də vaxtınızı sərf edirsiniz. Mənə qulaq asırsınız. Gözəl like'lar edirsiniz, gözəl kəlmələr yazırsınız. Bir dua edirəm hamı üçün. Sağ olun, var olun əzizlərim. İkinci fincana keçək əzizlərim. İkinci fincanı niyyətini tutanlar üçün açaq. Niyyətiniz qəbul olsun, arzularınız qəbul olsun. Nə arzulayırsınızsa həyatda üzünüz gülsün, sevinəsiniz əzizlərim. Çox əziyyət çəkirsiniz bəziləriniz. Bax görsən, ürəyiniz şişib əzizim, ürəyiniz şişib. Bir qalın qaşlı biriləri elə bir ki, fikri sizdədirmi, izləyirmi? Qaşları biraz qalındır əzizim. Amma narahat olmayın. Bax, kiçik balıqlar. İnşallah ki, kiçik ruzularınız gələ biləcək. Uzaqdan bax, görürsünüz ki, fincanda da o çıxır ki, uzaqdan sizi izləyən biriləri var, qısqanan biriləri var. Bir xəbər gələcək. Qarşı tərəfin qüruru sizi çox yormuş. Çox şeyləri silib, yenidən başlamaq istəyəcəksən. Yeni bir səhifə açmaq istəyəcəksən. Həyatına düzgün səni həyata tuta bilən, maddiyyatla güclü, mirasla əlaqəli bəzi məsələlər tezləşəcək. 3 nəfər arasında, biriləri bax 3 nəfər arasında biriləri fitnə fəsadlıq edə bilər. Buna diqqət et. Önünüz açılır. Bax burada biriləri elə bir səni önə çəkir. Ön plana çıxarır səni. Bax görürsünüz, 2 nəfər, bax o bir nəfər kimdirsə, özünüzün bax fikir ver necə çıxdı. 3 nəfərsiniz, 3 nəfər arasında və ya tanıdığın 3 nəfərin arasında biriləri fitnə fəsadlıq edir. Elə bir düzdür, öz önünü açır, gör aç, necə çıxır. Öz önünü açır. Amma sizi ön plana güya çıxarır. Özünü qarşısına açır, özü arxada durur. Sizi önə verir. Yəni nə olar olmaz. Bu iş yerində də ola bilər əzizim. Yarasa kimi birisidir. Elə bir bayquş kimi birisidir. Üzr istəyirəm qat-qat. Biraz ona diqqət et. Bəlkə də bilirsən, fərq edirsən kimdir. Sizin qəlbiniz o qədər saf, təmiz. Nə gəlibsə başınıza bugünə kimi inanın saflığınızdan gəlib. Sizdən dəstək istəyən, yardım istəyən biriləri ola biləcək. Bax o insan quyu qazıb, özü düşəcək. İnanın görəcəksiniz. Bax şərh bölməsinə yazacaqsınız ki, mənə quyu qazan insan özü düşdü. Orta boylu bir qadın. Ona qarşı biraz əsəbi ola bilərsən, məsafə qoya bilərsən aranıza. 3 həftəyə mi, 3-lü vaxtda əlinə maddiyyat gələ biləcək. Gözlədiklərin məsələlərlə bir hərəkətlənmə ola biləcək. Bir sənəd əlinə ala biləcəksən. Əkizlər, tərəzi, balıqlar bürcündən olan bir insandan bir xəbər ala biləcəksən. R hərfi sizə tərəf gəlir, addım atacaq. Ailənlə bir məsələ, 2 ayın içində bir istəmə, 2 aydan sonra mı bir istəmə ola bilər, bir nigah məsələləri, ya toyla əlaqəli bir tarix qoyulacaq, nişanla əlaqəli, bir sevinç yaşayacaqsınız, bir yer dəyişmə, evlə əlaqəli ola biləcək. Bəzən geri çəkilirsən, bəzən əlin qolun bağlı olur. Bir maşınla niyyətin var, maşınımı almaq istəyirsən, maşınımı dəyişmək istəyirsən, olacaq, bu ilin içində əzizim olacaq, səbirli ol. Biraz sənə səbir gəldi əzizim. 8-li vaxtla əlaqəli diqqətli ol. Övladındır, uşaqla əlaqəli bir və ya bir övladın dünyaya gəlməsi xəbər alacaqsan. L hərfi, M hərfi. Yolun açılacaq. Bax, bir yolun açılacaq. Bir yol açılacaq siz üçün. 2-3 saatlıq bir yolun var əzizim. Anidən çıxan bir yola çıxacaqsan. Sizə faydası olan biriləri gələcək qarşına. Ya ailə içindən qoç, ya oğlaq bürcü varsa, ya tanıdığın, ətrafında biriləri varsa, o gözlədikləri bir məsələ var. O tezləşə bilər. Biraz sağlığınıza fikir verin. Beldə, kürəkdə, böyrəkdə rahatsızlıqlar ola bilər. İnfeksiya keçirə bilərsiniz boğazına əlaqəli. Qarın bölgəsinə biraz diqqətli olun. Bir yerə baş vurdunuz, bir görüşünüz ola biləcək. Bəlkə də işlə əlaqəli. 15 gün içində bir yenilik olacaq siz üçün.
Birilərinin sizə qarşı zərəri deyər qorxursan. İçində bəzən vəsvəsələr olur. Siz birilərinə xəbər yollayacaqsınız və ya xəbərdarlıq edəcəksiniz. Övladınla əlaqəli bəzi işləri həll edəcəksiniz. Bəlkə də övladınız nəvənizdir, bəlkə də əskərliyə düşə bilmədiyinə ya problemi olduğuna görə pensiya çıxardırlarmı ya pensiyasını düzəldəcəksiniz. Bu işlə məşğul olacaqsınız. Bəlkə də gözlə əlaqəli bir zəifliyi var, bəlkə də başqa bir problemi var. Özünlə əlaqəli planları hərəkətə keçirəcəksən. Dövlətlə elə bir dövlət qapısından bir bağlantın ola biləcək. Ondan sonra rahatlanacaqsan. Bəzən yuxusuzluqlar olur. Bir də 3 ayın içində kiçik qəzalara diqqət edin əzizim. Bir işvə çözüm edəcəksən. Zehnində düşüncələrin var. Bir şey üçün qərar vermək istəyirsən, qərarlaşacaqsan. Bir görüşə gedəcəksən. İşlə əlaqəli birilərin bir neçə nəfərlə görüşəcəksiniz. Qarşı tərəfdə də bir neçə nəfərdə, siz də bir neçə nəfər gedə bilərsiniz. Bir fürsəti yaxalayacaqsan. Bir şeyləri düzənə qoyursan. Bax, göy üzü də sizə, elə bir ki, kainat sizə hərəkət etməyinizi buyurur. Gözün son dərəcədə o qədər açıqdır, o qədər oyaqsan ki, artıq bunu duyublar, sənə tərəf yaxın dura bilmirlər. 10 gün içində önəmli bir xəbər alacaqsan. Kiçik bax ruzular gələcək əlinizə. A hərfinin biriləri bir şeylər söyləyə bilər sizə. Siz səmimiyyət, dəyər gözləyirsiniz qarşı tərəfdən. Bir sosiallaşmada bir artacaqsan. Bir vaxt kənara çəkilib özünə vaxt sərf eləyəcəksən. Bu dönəm biraz aktiv olacaqsan. Tez-tez yuxular da görə bilərsən. Eyni yuxular sənə bir xəbər, bir mesaj yollayır. Bəlkə də buna ayrı etkinlə çalır. Yolların çıxır. Qarşında birindən çox bir neçə nəfər qarşında var. Elə bir seçənəklik edəcəksən. Telefon zəngi gözləyirsən. Üçlü vaxtlarda bir yükünü atacaqsan elə bir. Qismət yolların açılır. Gözləmədiyin elə bir sıxıntıların içindən çıxacaqsan. Bunlar sıxıntılar hamısı keçicidir səndə əzizim. Bəzən içini qaraldan bəzi fikirlər var ki, bu aydınlığa çıxacaq. Yollara diqqət et, getdiyin, gəldiyin yollara diqqət et. Çətin bir dönəmdən keçmisən. Səni stresə salan, səni stresə soxan bəzi məsələlər oldu. Hər şeyi yavaş-yavaş özün tənha edəcəksən. Cəsarətə gələcəksən ki, güclənəcəm, mən güclüyəm deyəcəksən, qərarlaşacaqsan. Həyatın önünə çıxırsan. Çox şeyləri sakit qarşılamağa başlayacaqsan. Qarşı tərəflə, ya qarşı tərəf sənə özünü ifadə edə bilmir, zehnində çox düşüncələrin var, hisslərin çox qüvvətlidir, iç dünyana qapanırsan, tədirginliklər olur bəzən səndə, həyat təcrübələrin çoxaldı, qarşı tərəfin sənə qarşı nə hiss etdiyini düşünürsən. Həyatında qarşılaşma heç bir şey təsadüf deyildi səndə. Qarşına çıxan hər bir insan əslində sənə əlində tutan bir güzgüdür elə bir sənin qarşıva çıxan. Elə bir bəzən səbrivi ölçürlər, mərhəmətli, bəziləri sənin üçün ruhuna ağır gəlir, bir imtahan olur bəzi insanlar. Bəziləri isə sənin qəlbi və ürəyivə huzur verirlər. Həyatında səni üzən insanları, dost sayılan insanlar ki, səni üzdülər, onları həyatından çıxardırsan. Biraz işləriniz tərs gedə bilər. Ürəyin o qədər sıxıntının içindədir ki, o qədər içində təlatüm var, vəsvəsə var, sıxıntılar var, ürəyin elə bir darlıqdadır. O qədər əlin yüngül, ayağın yüngül, hara gedirsənsə, bax, orada bir dükana gedirsən, orada müştərilər çoxalır. Birinə bir şey verirsən, biraz onda da artım olur. Yüksək enerjilərin ola biləcək. Doğrudan da günəş kimi parlamağı da sevirsən, dimdik ayaq üstə duracaqsan, hədəflərinə doğru bağlısan, bütün əngəlləri yavaş-yavaş aşacaqsan, aydınlıq qarşına gəlir, düşüncələrin bəzən qarışır, huzursuz kimi olursan qarşı tərəfə. Səni sevən biriləri var, gizli izləyən biriləri var, xəyalları da var. Bir səninlə açıq söhbət etmək istəyir. Bəzi dostların da bir bərabərliklə oturaraq onları dinləyəcəksən.
Bəzən olumlu məsələləri olumsuz düşünürsən. Qarşı tərəf sizi çox düşünür. Sənin qarşı tərəfə görə bilmədiklərin də var. Sən deyirsən ki, mənə kim nə yaşatdısa həyatında yaşayacaq. Biriləri səni sevir, amma fərqli göstərir. Duyğusu var, lakin bildirmir. Çünki kontrolü öz əlində olsun deyə aparır bunu. Bax, bəzilərinizin duaları qəbul olacaq. Məsafələr, arada olan məsafələr düzələcək. Qopuqluq varsa aranız birləşəcək. Artıq qarşı tərəfdə öz səhvlərini görə biləcək, siz də öz səhvlərinizi görə biləcəksiniz. Ola bilər ailə içində gedən bəzi səhvlər üzə çıxa biləcək. Heyranlıqla sizi gizli izləyən biriləri var. Çoxuna yardım etdin, dəstək oldun, amma bəzi insanlar sənə köstək oldular. Arxandan zərbə vurdular. Yoruldun. Əngəlləri təmizləməkdən yoruldum. Bir telefon zəngi gələcək qısqanc birilərindən. M hərfi ilə bir söhbətin ola biləcək. Ya tamam, ya davam. Bəzi düyünlər həyatında yavaş-yavaş çözüləcək. Çarəsiz, qərarsız qala bilirsən bəzən. Seçenek arasında qalırsan. İkinci fincan. Bax, çox yorğun enerji var. Yanlış anlaşmamalar. İşlə əlaqəli hər şeyi tez əsəbləşirsən. Bəzən insanlar səni anlaya bilmir. Sən onları anlaya bilmirsən. Bəlkə də özünü ifadə edə bilmirlər. Bəzən tıxanıb qalırsan elə bir. Çünki içinə atdıqlarım var əzizim. İçinə adıb saxladıqlarım var. Çox savaşqan birisən. Yəni mücadilə etməyi sevirsən, araşdırmağı sevirsən. Adında bax M, U, Y, Ü, R hərfi. Bax elə bir səni tək buraxmışlarmı? Vaxtikən sən onlara dəstək oldun, amma indi narahatlıqlar içindəsən, onlardan dəstəyi görmürsən, içinə atdıqların var, səni o içinə atdıqların çox yorub. Bax, bir kişi ilə bir qadına qarşı qırğınsan, qırılmısan. Deyirsən, hər şeyin zamanı var. Mən zamanı gözləyirəm. Mən ehtiyatlı insanam, mən zamanımı gözləyirəm. Zamanı gələndə hər kəsin cavabını verəcəm. Bax, mart ayının 5-i, 10-u, 13-ündə yaxşı şeylər ola bilər bəziləriniz üçün. Bax, biriləri qarşında ilgivi çəkib, səninlə yaxın söhbətlər, danışıqlar, ondan sonra səndən uzaqlaşmış. Bu səni çox qırmış. Ona çox qırıldın, dağıldın, qərarsızlıqların oldu. Nə oldu ki, uzun zamandır ilgilənirdi, danışırdı, keyfimiz yaxşı idi. Nə oldu, birdən-birə uzaqlaşdı, səssizlik yarandı. Arxana yük yüklədi. Tükəndin, qırıldın. Burada qarışıq bir enerjin var. Bəlkə də bu sənin sevginlə əlaqəli sınaqların oldu əzizim. Sən elə bir insansan ki, sevdiyin insanı qoruyursan, sahiblənirsən, fədakarlıq edirsən. Bax, ruhunda bir sıxışma, zehnində səslər, qarma qarışıqlıq var. Amma biriləri anidən bir dəstək gələcək həyatına, qarşına gələcək, biraz diqqət et. Hərdən oturub içində o qədər sorğu-suallar edirsən ki, özün özüvə. Yəni, doğru mu bir insanlarla addım atıram? Attığım addımlar doğrudur mu? Sorğu-suallar içindəsən əzizim. Əməyivin qarşılığını ala bilmədiyinə görə. Düzdür, nə istəyirsənsə həyatda sancılı günlər keçirdirsən. Keçirtmisən də, amma axırı çox gözəl olacaq əzizim. Biraz səbrin olsun, səbr et. Düzdür, kimsələr bilmir içində nələr çəkirsən, nələr daşıyırsan. Hətta gerçəkdən kim olduğunu. Yəni, sən onlara olduğun o yaxşılıqları görə bilmirsən. Yəni, bir iş məsələsi ortalığa gələndə, maalesef hər kəsin bir fikri olur. Haqqında hökm verirlər. Heç tanımadan belə möhrü vura bilirlər çevrəndəki insanlar, qohumlardan, qonşulardan. Sanki sənlə bir olublar, o həyatı yaşayıblar. Amma sənin hekayəni bilmirlər. Sənə cümlə qurmağa haqları yox belə.
Bəzən qırılırsan. Qırıldığını belə bilmirlər. Çünki səni anlamırlar, dinləmədən anlamırlar. İstifadə etməyə alışqandır bəzi insanlar ətrafında. Bu üzdən bəzi insanlara məsafə qoyursan artıq. Yəni, yanıma gəlməyən insanlar da varsa, demək o ora aid deyirlər. Məsafə qoymaq, sən bunu bilirsən ki, artıq özünü qorumaqdır. Kim gerçək, kim saxta, bunları hiss edəcəksən. Sənin qəlbinin təmizliyindən istifadə etdilər. Maskalı insanları yanında dura bilmirsən. Sən o qədər vicdanlı insansan ki, yastığa başını belə rahat qoyursan. Çünki vicdanın təmizdir. Maddiyyatla, sevgi ilə, ailə ilə, dostlarla imtahan oldun. Hətta sənə arxanda gözü qalan oldu. Pulunda gözü qalan oldu. Bax, bu axır vaxtlar maddiyyat əlində qalmır elə bir. Elə bir maddiyyatı cibin görmür. Əlin görür, amma cibində qalmır. Cibvə gəlib çıxmır. Bax, üzvə birilərinin səhvini üzünə vururdunuz, üzünə vuracaqsınız. Çünki vaxtı ikən sənin heç bəlkə də elə bir ciddi səhvlərin olmadan elə bir kəlmələrlə sənin canını incitdilər. Çox yordular. Çox işlər oldu həyatında. Zehninin rahat buraxmaq üçün planları dəyişəcəksən. Sənə quyu qazanlar özü quyuya düşəcək. Huzuru pozan insanlar özləri huzursuz olacaqlar. Bax, bir kişi bir kişi ilə dartışacaq. Sən o mübahisəyə girmə. Haqlı olduğun yerdə haqsız ola bilərsən. Amma davaşacaqlar, dartışacaqlar, yenə də telefon zəngi ilə bir-birlərlə danışacaqlar. Sən çalış bu aralar mübahisələrdən uzaq dur. Üzərinə gələn kimsə varsa, sakit ol, səbirli ol, kənara çəkil əzizim. Düzdür, sən ətrafında sənə kömək edən insanlar da olacaq. Sınaqlardan çox keçdin. Problemlər yaşadın. Məhkəmə ilə bir işləriniz varsa, inşallah məhkəmə ilə o işlərinizi həll edəcəksiniz əzizim. Məhkəmədən biraz çalışın, bir vəkilmi dəyişəcəksiniz, yeni bir vəkilmi tutacaqsınız. Qarşı tərəf əlində sübutla, bəzi sözlərlə gələ bilər qarşına əzizim. Anidən gözəl bir yolun açılacaq. Çox zəhmətkeşsən, ağır işlərə belə girişirsən. Sizin qarşınıza daş qoyanlar var, negativ edənlər var. Çalış o negativlərdən təmizlən əzizim. Aydınlığa çıxacaqsan, düzdür, çətinliklərin enişli, yoxuşlu, fırtınalı yollardan keçirsən. Aydınlığa çıxacaqsan, inşallah iyul, avqust ayından sonra sənin işlərin yavaş-yavaş yaxşıya doğru gedəcək. Mart ayında da bir yüngül belə bir sevincin olacaq əzizim. İlin axırlarına, bax, bu 26-cı ilin axırlarına, düzdür, mən kiməm ki, Allah nə yazıbsa, o da olacaq əzizim. Güclənirsən elə bir noyabr aylarında maddiyyatla mı, köçlə mi bir xəbər gələcək sizə. Bir o xəbər sizin ürəyinizi açacaq. Yəni işlərinizi, tutduğunuz niyyəti muradınıza çatacaqsınız. Güclənirsiniz. Bax, sizə bir dəstək ola biləcək, bir hədiyyə gələcək. Biriləri bax gizli-gizli izləyir, qulağı səsdə, bəlkə də ailə içindən biriləri belə qulağını qoyur. Ki görək bunların arasında nə söhbət gedir. İzləyən qulaq asan var, biraz diqqətli olun əzizim. Ailə içində bir-birinizlə yola getməməzlik var. Həyat yoldaşının ailəsi tərəfindən sənə zərbələr var. Artıq dözə bilmirsən, səbr edə bilmirsən. Artıq hər kəsin sözünü üzünə deməyə hazırsan. Bir də həyat yoldaşın, ailəlisənsə, həyat yoldaşın işindən bir təyinat ola bilər, gələ bilər və ya sənin özvə işinlə əlaqəli harasa yollanma ola bilər. Bax, birilərini o qədər çiynində
başının üstündə daşıdın ki, məcazi mənada. Yəni o qədər qiymət verdin, qiymətləndirdin, artıq onun üzünü də gördün. Biraz dost seçimində də diqqət et. Bu 2-3 ay içində bir dostundan, rəfiqəndən inciyə bilərsən. 3 ayın içində bir dənə qəza ola bilər. Biraz ona diqqət edin. Maşın sürəndə biraz telefonla məşğul olmayın, ya əsəbi sürətdə sürməyin. Yəni maşınınıza ziyan toxundura bilərsiniz, kiçik qəza ola bilər. Ya evin içində bir qəza ola bilər, su təchizatla əlaqəli, ya qazla əlaqəli bax bir qəza ola bilər. Ona diqqət edin. Hara gedirsinizsə, gəlirsinizsə, suyunuza, işığınıza, qazınıza fikir verin əzizim. İnternet çəkdirmək istəyirsiniz və ya internetinizi çəkdirmişsiniz, dəyişmək istəyirsiniz. Evdə onlaynla hazır iş görəcəksiniz, müştərilərlə işləyirsinizsə, müştəriniz artacaq. Ya onlaynla izləyiciləriniz varsa da onlaynla iş aparırsınız, izləyiciləriniz arta biləcək. Biraz sizə çox həsrət aparanlar var, biraz ona diqqət edin. Bir də bacı-qardaş arasında bir incikliklər, bunlar hamısı keçib gedəcək əzizim. Bir ananın övladısınız, inşallah bir-birinizə başa düşərsiniz, düzdür, olur elə bacı-qardaş arasında ki, bir də görürsünüz ki, böyük bir anlaşmamazlıqlar olur, kiçik bir söz böyüdə bilirsiniz. Yəni siz böyütməsəz də qarşı tərəf böyüdür. Ona görə də səbirli olun. Allah əmanətində olun əzizlərim. Mələklər həmişə ətrafınızda olsun əzizlərim. Sizə can sağlığı, uzun ömür, əsas birinci növbədə sağlıqdır. Bir də ki, maddiyyatınız olsun ki, heç kəsə möhtac olmayasınız əzizlərim. Bütün diləkləriniz qəbul olsun. Sağ olun, var olun.